Şenge oku. Mən yarımı sevirəm, şirin şirin dilinə. Aylaçın, calaşın, mən sənə qurbanlaşım. Aylaçın, calaşın, mən sənə qurbanlaşım. Harazı ayırdılar, kumuyla doyurdular. Harazı ayırdılar, kumuyla doyurdular. Ben yardan ayrılmazdım, zulmüyle hayırdılar. Haylaçın, çalaçın, ben sana kurbanlaçın. Aylaçın, çalaçın, ben sana kurbanlaçın. Aylaçın, calaşın, mən sənə qurbanlaşım. Aylaçın, calaşın, mən sənə qurbanlaşım. Tamari və Ümid. Və bir də növrəssəm Tamariyə tərcümə eləyəcək. Burada olub bitənləri bilirəm. Murad Arifin ürəyi çox doludur, amma ona hələ söz vermək istəmirik. Olar mən danışım. Bu nə gözəl mahnı Başladınız da seçimi onsuz da, idi. buyurun. Bu nə gözəl mahnı seçimi idi. Bu nə oxumağıydı. O mənim qucağıma alan qızdı. Özüdür ki var. Sənin qucağından mənə gəldi. O qədər belimin, 3 gün belimin ağrısından yata bilməmişəm. Edilən onu qucağıma qaldırandan sonra. Bu dəfə isə Zarafat bizi eləyirəm. ifasıyla qucaqlamış oldu. Möhtəşəmdilər. O qədər bəyəndim. Yəni, ümid başlayanda bütün bədənimdə çatlar əmələ gəldi. Yəni, onu sizə deyim birinci. Qızımıza da halal olsun. Yəni. Murad, səni təbrik eləyirəm. Çox ağır bir seçim qarşısında Çox. olacaqsan, buna Çox. əminəm. Möhtəşəmsiniz, sözüm yoxdur. Eldar, siz nə düşünürsünüz? Nə xoşunuza gəldi? Nə daha çox xoşunuza gəldi? Mən hələ də mahnının, aranjmanının, xüsusilə də ifanın seyri Anar altındayam və onun burada. komandası. Möhtəşəm. Uşaqlar, sevirəm sizi. Dostlarımıza gür alqış, Şanar Keterman və onun Səslənmə. musiqiçi dostları. Çox gözəl. Və Ümid, sizə əhsən. Yəni bu qanınızda bu var. Çox nə qədər səlis, nə qədər rəvan, nə qədər əsasən də ürəkdən oxudunuz. Yəni qarşınızda baş əyirəm və Tamari, siz ki Azərbaycan dilində oxudunuz. Murad, sən ki Azərbaycan dilində oxutdurdun. Və hətta mən düşünürəm ki bizim estradamızda Azərbaycan dilində oxuyan ikinci güclü qızı ola bilər. Yox? Təbrik eləyirəm sizi dostlar. Murad, səni təbrik eləyirəm. Zülfiyə xanım, bu fikirlərə siz nə əlavə eləyə bilərsiniz? Bu mahnının əlbəttə ki o qədər gözəl bir ruhu oxşayan
Ümumiyyətlə bu mahnını hamımız, mənə elə gəlir ki, bütün uşaqdan böyüyə qədər bu mahnını çox gözəl bilirik hamımız. Dillər əzbəri olan mahnısı hər zaman yaralı yerimiz də olub. Şükürlər olsun ki, artıq geridə qaldı bu illərimiz. Və mən Tamariyə çox sağ olmu demək istəyirəm ki, Azərbaycan dilində belə gözəl, səlis, rəvan oxudu. Əlbəttə ki, Tamarinin səsinə biz artıq uşaqlıqdan bələdiyik. Ümid, sən nə qədər gözəl ifa elədin bu mahnını. Sən necə duyğuyla, necə hisslər verdin. Yerli yerində o elədiyin o milizmlər, o boğazlar o qədər səliqəli idi ki, mən səni alqışlayıram məzim. Hər ikinizə uğurlar. Murad, təbrik eləyirəm səni, əzizim. Bütün təbrikləri qəbul eləyəndən sonra nəhayət ki, sözü Murad Arifə vermək istəyirəm. Buyurun, ustad. Bəlkə yenə kimsə danışsın. Zaldan söz Yox, bu qədər iltifat bəsdir Murad, bu qədər təşəkkür bəsdir. Yox, təşəkkür üçün demirəm. Danışan sizə təşəkkür eləyir, sizin seçiminizə görə tərifləyir, ona görə. Mənim üçün çox çətindir bu nömrə haqqında danışmağa. Dostların hər ikisi ilə ünsiyyət zamanı bu mahnını təqdim edərkən bir bunun tarixi əhəmiyyətini söylədim. Bunun sözləri bayatılardı, xalq bayatılardı. O bayatıların özünün alt mənasında olan fikirləri, düşüncələri danışdım. Ola bilsin o ağrını hiss etdilər. Təbii ki, hiss etdilər. Çünki o istedad onların hər ikisində var. Hər ifaçının özünün çətin tərəfləri oldu. İndi biz düşünə bilərik ki, təbii ki, bir gürcü qızına Azərbaycan xalq mahnısını lazım olan yerində səslənən xırdalıqlarla təqdim etmək. Amma onlar bizi hiss edirlər, onlar oxuya bilirlər. Bu bir tapşırıq idi, həqiqətən. Bu bir çətin tapşırıq idi. Ümid üçün də eyni ilə. Ümumiyyətlə, mən prodüser kimi, mən sözümü belə qəribçiliyə salmayın. Mən hər nömrədə ifaçılarımı, belə deyək də, biraz bəlkə kobud səsləncə satmağa çalışıram. Bu fikrimi əsaslandıracağım. Çünki Ümidin ilk səhnəsi, mənim həmkarlarım da xatırlayar, gözəl bir nəğmə seçmişdi. Amma mənə elə gəlir ki, o Ümidi yaxşı təqdim edə bilmədi. Mahnı tez bitər. Hə, mahnı bitdi. Həm Zülfiyə xanım, həm Röya xanım düyməni basacaqdılar. Və bundan əlavə bəzi məqamlar da yəqin ki, o nəğmədə var idi ki, bilirsiniz, Ümidin səsinin ahəngi ilə yəqin ki, o nəğmənin arasında bir boşluq, bir uçurum var idi. Ona görə də mənim üçün çox vacibidir ki, Ümidin səsinin toxunan tərəflərini bir nəğmədə ifadə edə bilim. Və əziz həmkarlarımın vurğulanması və tamaşaçıların alqışı da ispat edir ki, Ümid toxundu. Ümid bu dəfə qəlblərə toxuna bildi. Mən buna inanılmaz sevinirəm. Hərçənd ki, onun ixtisası ümumiyyətlə milli musiqidir. Amma Ümid çox yaxşı xarici mahnılar, türk mahnılar, pop musiqilər oxuyur. İndi qismət olsa hamımız bunu zamanla eşidərik. Tamariyə gəlincə, Tamari bu layihənin mücəffərlərindən biridir. Və onun səs tonu, diapazonu özlüyündə milliyyətindən asılı olmayaraq musiqiyə etinasız olmayan hər bir insana çatır və o qəlbləri ram edir. Mən ümumiyyətlə xoşlayıram kateqorik addımlar atım. O baxımdan ki, gözlənilən bir repertuara rəğmən gözlənilməyən bir şey təqdim olunsun. Və mənə elə gəlir ki, bu nəğmə ilə və bu nömrə ilə bizdə alındı. Siz məndən soruşsanız ki, mən son 2 dəqiqə ərzində nə danışdım? Təxminən bilirəm nə danışdım. Yox, mən sizdən başqa şey soruşacağım, onu yox. Seçim etməyə hazırsınızmı, onu soruşmaq istəyirəm. Mən heç çox hazır deyiləm, çünki mən istəmirəm ki, bu səslərdən hansısa biri bu proyekti itirsin və bu proyekt o səslərin hər hansısa birini... Amma qaydalarımız belədir. Murad, seçim anıdır. Murad, bu layihədə yolunuza bu iştirakçılardan hansı ilə davam Dostlar, mən edirsiniz? həqiqətən də əsaslandıra bilmirəm hal-hazırda seçimimi. Çünki hər birinizin özünüzə xas
müsbət tərəfləriniz, müsbət cəhətləriniz var. Bunu siz də bilirsiniz. Tamaşaçılarınız da əminəm ki, hiss elədi və bu videonun altındakı şərhlərdə də yəqin ki, yazacaqlar ki, bəs o birisi belə idi, bəs bu birisi belə idi. Kimi seçsəm, qarşı tərəfdən hökmən narazı şərhlər alacağam. Sadəcə olaraq özümü yalnız bir fikirlə ifadə edəcəm. Növbəti mərhələdə göstərmək istədiyim bir nömrə var və bu nömrə Tamari üçündür. Murad yoluna Tamari ilə davam edir. Təbriklər Tamari. Good luck to you. Tebrik ederim. Tebrik ederim. Təbrik eləyirəm. Uğurlar olsun, təbrik eləyirəm. Biz hələ ümidimizi itirməmişik. Üzümü tuturam digər 3 ustada. Yaxşı-yaxşı düşünün. Qarşıdakı 10 saniyə həll edici vaxt həm ümid, həm də sizin üçün önəmli ola bilər. Görək onu xilas edən olacaq, yoxsa yox. Vaxt gedir. Ümid, təbrik edirik. Siz bizimləsiz. Deyirdim axı, biz hələ ümidimizi itirməmişik. Ümid, məncə gedin qucaqlaşma anıda. Hoş geldin. Təbriklər. Çok tebrik ederim seni. Çok sevindim senin əvəzinə. Davam edirik.